Zaman zaman getdilər torpağa sirdaşlarım. Ya qəbrə getdi ya da zindana qardaşlarım. Heç 40 yaşım yoxdur, ağappaqdır saçlarım. Ama bu iş ola bu işdi, gör nə vəziyyətə düşdü. Bu iş ola bu işdi, gör nə vəziyyətə düşdü. Rəqib öz arzusuyla, kamı ilə deyirdi. Meyxanın ləzzəti tamı ilə deyirdi. Xosrov orada bayaqdan hamı ilə deyirdi. Cahan keçdə üç üçdü, gör nə vəziyyətə düşdü. Cahan keçdə üç üçdü, gör nə vəziyyətə düşdü. Çoxusu yalandan deyir, dağlayaram Xosrovu. Qələt eləyir deyənlər, dağlayaram Xosrovu. Deyir üzmə sallıda, dağlayaram Xosrovu. Bu toy gəldi, yetişdi, gör nə vəziyyətə düşdü. Bu toy gəldi, yetişdi, gör nə vəziyyətə düşdü. Yaxşıdır mən Meyxana, hamı deyəcək əksəni. Çalış ki mən dostumun, olma ki mən düşməni. Göy göz közə çubuğuna, göndərimdi daşa səni. Bu erişən dümətişdi, gör nə vəziyyətə düşdü. Bu erişən dümətişdi, gör nə vəziyyətə düşdü. Adil, Meyxana istəyirsən, Meyxana deməyəndə Mey kimi inciyirsən. Xosrov səhv salırsan, sən yetişdi deyirsən. Yetişməmiş yemişdi, gör nə vəziyyətə düşdü. Yetişməmiş yemişdi, gör nə vəziyyətə. Sən dicilən Meyxana, mən də düşsəyəm isə gecəni qarışdırmaram. Arkadaşım gündüzə, masallıda bilmirəm. Nə vermişsiniz pərvisə, elə bildi biləmişdi, gör nə vəziyyətə düşdü. Elə bildi biləmişdi, gör nə vəziyyətə düşdü. Değerli izleyiciler, bildiğiniz kimi Gülər balamızı bir neçə aydır ulserativ kolit xəstəliyindən müalicə etdiririk. Bağırsağındakı sancılar təbii ki dözülməzdir. Məcbur olub paylaşırıq. Halımızdan anlayıb dəstək olan, dua edən hər kəsə təşəkkür edirəm. Ümid edirəm ki, bizi başa düşəcəksiniz, dəstəyinizi əsirgəməyəcəksiniz. Allah heç kimə bizim kimi çarəsizlik nəsib eləməsin. Kömək olan, olmayan hər kəsə ancaq xoşbəxtlik arzu edirəm. Biz də təbii ki balamızı xilas eləmək istəyirik. Ona görə sizdən maksimum şəkildə dəstək olmağı rica edirəm. Ümid edirəm ki, harayımıza səs verəcəksiniz, dəstək olacaqsınız, dua edəcəksiniz. Öncədən hər birinizə təşəkkür edirəm.